Niyəsə rəylərdə bizə belə yazanlar çox olur. Ancaq bizdə iş hər səhər 9-da içərinin təmizlənməsi ilə başlayır və bazarlığa gedilir. Bazarlığa da Qəbələ bazarından başlayırıq. Günlük olaraq gəlib buradan meyvə, tərəvəz və gündəlik məhsullarının ən yaxşısını, ən təzəsini tapıb alırıq. Qiymət müqayisələrini isə xarici bazarlarla eləyirik. Maşallah Qəbələ bazarında da olmayan heç nə yoxdur, amma alıcı əlindən də gəzməyə adam çətinlik çəkir. Daha sonra gəlirik market alış-verişinə. Burada da bazardakı kimi adam əlindən gəzmək mümkün olmur. Marketdən də gedirik çörək almağa. Çörəklərimizi yiyor. Xeyirli bazarımız olsun ya Allah. Bərəkətli olsun. Allah klientimizi bol versin. Çörəyimizi bol. Ya Allah. 2 saniyədə gəlib çatırıq. Obyektin qabağına bazarlığı da aparıb mətbəxə təhvil veririk. Mətbəxdə hazırlıq gedir, sonra Bakıdan günlük təzə pivəmiz gəlir. Ofisiantlar da stolların təmizliyinə fikir verir, setapları düzür və stullar arası məsafəyə çox həssas yanaşırlar. Mətbəxdə də pivə məzələrinin hazırlığına başlanır. Burada da hal-hazırda Qəbələdə ən yumşaq, ən soslu pətənənin hazırlanmağını görürsüz. Günorta yeməyindən də müştərilər gəlməyə başlayır. Yeməklər bişir, manqal xodlanır, kabablar düzülür. Proseslər belə davam edir, üz axşama doğru zal olur. Yolda bir-birini görəndə salam verməyənlər 5-ci bakaldan sonra ayağa qalxıb burada görüşür. Camaat oturmağa yer tapmayanda da 2 nəfər gəlir ki, qaqa kabinetdə çay içmək istəyirik. İşin gedişatı bu tempdə davam edərkən obyektin bağlanmağı da qalır axırıncı müştərinin insafına və bizim çox da bekar vaxtımız qalmır.